kölgə salan yaşıl yarpaq da ayaqlar altında qalıb oğulur. Büründü libasa o qaydı qamət, sən ki yox oldu həyatdan zeynət. Təbiətin ən dəyişkən, ən rəngli və ən gözəl fəsli olan payız fəslindəyik. Yarpaqların sarı, qırmızı və qəhvəyi tona büründüyü bu fəsildə ağaclar sanki ətrafında xəzan xalçası toxuyur. Ən çox bölgələrdə rast gəlinən bu gözəlliyi paytaxt sakinləri hansı ərazilərdə və parklarda görə bilir? Mən dünən Naxçıvanda olmuşam, orada çox gözəl ağaclar, qırmızı ağaclar var idi. Çox gözəl, maşınla gedirsən, çox gözəl, sarı, qırmızı, prosto Bakıda elə şey yoxdur. Bu rayonlarda hiss olunur, ən çox. Payızın da öz gözəlliyi var da, sarı olsa yarpaqlar tökülür, o da məsələn payızın gəlməyini xəbər verir. Yenə payız gəldi, bağçada, bağda, ağaçların altı yarpaqla dolur. Dünən kölgə salan yaşıl yarpaq da ayaqlar altında qalıb oğulur. Hələ ki hiss eləmirik, çünki hava yay havası kimidir. Soyuq olanda da qış havası kimi olur, ona görə payızı demək olar ki, hiss eləmirik. Bəs bu yarpaqların saralması, xəzan olması? Mən onu ancaq şəkillərdə görürəm. Hələ ki parklarda falan rast gəlin, baxın, yaşıllıqdır. Əvvəllər nəbadət bağında olurdu, amma təmirdən sonra ora öz təbii görünüşünü məncə itirib. Yenə payız gəldi, əsdi küləklər, küləyə dözmədi, soldu çiçəklər. Yığıldı evlərə bizim göyçəklər, həyat çılpaqlandı, dözülməz oldu. Xəzan tam başqadır, yəni orada indi yolka ağacıdır hər yerdə. Yolka ağacından yarpaq tökülmür ki yerə. Demək olar ki, yox. Mən getdiyim parklarda, səmimi deyim ki, mən onları görmürəm. Payız fəsli özü gözəl bir fəsildir. Yəni elə ağacların belə deyim də saralması ilə yarpaqların tökülməsi elə əsas payızın gəlişi deməkdir. Həm yarpaq yoxdur, həm də belə deyim də istinin ahəngi qarışıb payıza. Yəni bilinmir payızdır yoxsa yazdır. Payızın toxunuşu, yarpağın səsi, havanın şəffaflığı, rənglərin harmoniyası insanı həm düşündürür, həm də duyğulandırır. Bakıda bu rəngləri tapmaq çətin olsa da, payız hər zaman öz şeirini yazır. Kim onu görmək istəyirsə, yollar fəslin özünə, bölgələrə aparır. Fəridə Şahbazova, Xaliq Babayev, APA TV.